Salam değerli vətəndaşlar. Siyasi medya kanalına baxsın. Siyasi bloger Elnur Əliyev. Bir videoyla rastlaşdım. İlham Əliyev Türkiye'de ne bileyim 1000 konaklama ev zat. O da yetmedi. Daha sonra İlham kardeşim Kahramanmaraş'a 1000 kalıcı konut sözü verdi. Tabii bununla birlikte gerek orada okuluyla, camisiyle, yurduyla ve birçok orada konseptin içinde yer alan binalarla beraber adeta bir Azerbaycan orada şehri inşa etme kararı verdiler. Şimdi bugün bu vesileyle bunun da temelini atacağız. Ben burada İlham Əliyevə sözüm İlham Əliyevədir. İlham Əliyev sən gicd olarsan, başım çaldırırsan. Hə? Sən öz millətin bu günləri evsiz eşiksiz qalıb küçədə. Çox insanlar kirayədədir. Cavan gənclərimiz evi olmadıqda görə ailə həyat qura bilmir. Bəs də götə girənlik eləyib, özünü onun bunun gözünə soxdu. Ay xiyar. Qaziləri belə şəhid ailələrin çoxsa ev verməmsən, sən? Sən nəyin arxasınca gedirsən? Sən bizim pullarımızı, bizim gələn gəlirlərimizi, bizim qazımızın, neftimizdən olan gəlirləri sən niyə başqa ölkələrə dağıdırsan axı? Düzdür, bir qismdə yardım eləmək başqa bir şeydir. Ada sən bizim öz cibimizdə olan gəliri sən başqa ölkələrə niyə dağıdırsan ki? Hə? Biz özümüz acından qırılırıq İlham Əliyev. Xəbərim var, gicdillah. Biz özümüz acından qırılırıq. Sən gedib bizim pulumuzu ona buna dağıdırsan. O bizim pulumuz deyil, Dədən Heydərin deyil. Xiyarsan sən. Hə? Sən başım çıx qaçıb sənin. Gicdillahsan sən. Sən bizim pulumuzu niyə ona buna dağıtmalısan ki? Sən bu nə qədər gənclərimiz bu dəqiqəsində evsiz, eşiksiz kirayədə qalırlar. İş yerləri aç, dalba yox. İş yerləri aç. İş yerləri aç, millət acından qırılır. Bəs özünü yalan Avropaya göstərdirsən. Bəs deyə yalandan girsən Avropaya göstərirsən ki, mən bu qədər pul verirəm. Yalansın Allah bəlasını versin sən o qədər pul versən. Necə sənə bəla verir? Özünü onun bunu gözünə soxmaya İlham Əliyev. Millət acından qırılır, millət evsiz, eşiksiz qalıb, gicdillah. Başım qaçıb sənin. Sən bizim pullarımızı ora bura dağıdırsan. Hə? Qazımızı dağıdırsan, neftimizi dağıdırsan. Nə bilim, ala benzinimizi dağıdırsan. Xiyar bu sənin neftin, qazın gəlirin sənin deyil. Gicdillahsan sən. Bu bizim pullarımız deyə bu. Bizim gəlirlərimiz deyə bu. Bir köpük xeyrin dəymir Azərbaycana. Götü yanı xəlmə kimi ona bunu eləyirsən ancaq. İnsan ola kişi. Kişi demək də dilim gəlmir sənə. Bizim pullarımızı niyə dağıdırsan sən ora? Bu haqqı sənə kim verir? 2022-ci ildə 35 milyard təş qazdan gəlir gəldi. Hani 35 milyard İlham Əliyev? Hani 35 milyard dollar? Hara getdi? Millət biz niyə qoyun kimi dayanıb başımızı sağ başa baxırıq? Bu bizim pulumuzu da özünə dost tutur ona buna. Biz niyə bu günə qaldıq? Biz niyə çurban kimi? Biz uca peysər çıxardılar. Xəbəriniz var sizin? Belə olmaz, eyvallah belə olmaz. Qura vaxtı biz dəhşət yiyək, Allaha and olsun. O bizim pulumuzla ona buna dostdur. Biz öz millətimiz qalıb beləsinə. Ev eşiyle, kirayədə qalan millətimiz bu ona buna iş görür. Bizə ağzımıza elə beləsi zor elib qayırır bu. Özümün. Sokaq içimizə deyənək, heç bizdə çıx vaxtı tələb eləməyin ha. Götümüzü qorsa, amma danışında kişilikdən danışınamız. Qoy elə bizim ağzımızı belə sikisinlər. Zor edirsiniz.